Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün şirniyyatla gəlmişəm qarşınıza. Asan və tez başa gələn az ərzaqla çox dadlı bir şirniyyatla gəldim. Nə edirəm? İlk öncə 2 ədəd yumurta, üzərinə yarım stəkan şəkər tozu əlavə edərək mikserlə ağarıb həcmi artana qədər qarışdırıram. Qeyd edim ki, stəkan ölçümüz 200 ml-dir. Neçə vaxt idi qışa hazırlıqlarım davam edirdi. Turşuları hazırlayırdım. Artıq biraz ara vermək istədim. Keçək şirniyyatlara, yeməklərə. Bugün də bu dadlı şirniyyatı hazırlayacağım. Səhifələrin birində qarşıma çıxdı və mən də bunu hazırladım. Çox da razı qaldım. Həm az ərzaqla, həm də bu cür dadlı bir şirniyyat alındı. Ərzaqlarımızın miqdarını alt bölümündə qeyd edəcəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Demək, ərzaqlarımız nədən ibarətdir? 2 ədəd yumurta, yarım stəkan şəkər tozu, yarım stəkan duru yağ, yarım stəkan süd və üzərinə 1 stəkan un, 1 paket vanil, 1 paket kabartma tozunu, bunların hamısını mikserlə yaxşıca qarışdırıram. Və üzərinə 2 yemək qaşığı kakao əlavə edirəm. Bunu da yaxşı qarışdırıram. Mənim bu formada şüşə qabım var. Bunun ölçüsünü də alt bölümündə qeyd edəcəm. İçərisini yağlayıram. Balaca bir şüşə qabdır. İçərisini bu formada yağlayıram. Və hazırladığım qarışımı şüşə qabımıza əlavə edirəm. Qatılığını da görürsünüz, bu formada olmalıdır. Və bunu sobada 180 dərəcədə bişirirəm. Keçirəm kremi hazırlamağa. 2 stəkan süd əlavə edirəm qazana. Və üzərinə 2 yemək qaşığı un, 1 yemək qaşığı qarğıdalı nişastası əlavə edirəm. Və bunu da yaxşı qarışdırıb ocağın üzərinə qoyuram bişməyə. Üzərinə 4-5 yemək qaşığı şəkər tozu əlavə edirəm. Əgər siz daha da şirin olmasını istəyirsinizsə, şəkər tozunu çoxalda bilərsiniz. Gördüyünüz kimi bunu dayanmadan qarışdırırıq, saxlamırıq. Çünki saxlasaq dibi yapışa bilər. Artıq bişdi, qaynayır. İçərisinə 100 qrama yaxın kərə yağı əlavə edirəm. Yağı da əlavə edəndən sonra bunu qarışdırıram. Artıq altını söndürmüşəm. Bu formada qarışdırıram ki, yağ da ərisin, qarışsın. Keksimiz də görürsünüz artıq bişib, qabarıb. Üzərini kəsəcəm biraz düz olsun deyə. Və burada 1 stəkan südə 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı kakao əlavə edib bunu yaxşı qarışdırıb kekimizin üzərinə əlavə edirəm ki, islansın. Artıq kremimiz də bişdi, soyudu. Bunu mikserlə qarışdırıram. Üzərinə 1 paket vanil əlavə edirəm. İnanın ki, çox dadlı bir şirniyyat alındı. Həm dondurma dadı verdi, həm yaş kek dadı verdi. Çox dadlı bir şirniyyat alındı. Məndə 200 qramlıq bu formada qaymaq var idi, İran qaymağı. Bunu da əlavə etdim üzərinə və mikserlə yaxşı qarışdırıram.
Hazırladığım kremi də kekin üzərinə əlavə edirəm. Dediyim kimi asan və tez başa gələn çox dadlı bir şirniyyatdır. Və krem soyuyandan sonra bunun da üzərinə kakaonu ələyirəm. Daha gözəl bəzək olsun deyə. Gördüyünüz kimi kakaonu da ələyərək əlavə etdim. Bunu soyuducuda biraz soyduram. Və sonra üzəri üçün banan doğrayacağım. Əslində banana ehtiyac yoxdur. Mən gördüyüm videoda banan əlavə etmirdi. Sadəcə mən görüntü olsun deyə, daha gözəl görünsün deyə üzərinə banan da əlavə edəcəm. Keksimiz tam soyuyandan sonra bunu bıçaqla bu formada kəsirəm, kvadrat şəklində. Və doğradığım bananı üzərinə qoyuram. Gördüyünüz kimi görüntü çox möhtəşəmdir. Dadı da möhtəşəm alındı. Gördüyünüz kimi bu da bizim asan və tez başa gələn az ərzaqla çox dadlı, ləzzətli piano kekimiz hazır oldu. Və bunu qaba servis edib dadına baxıram. İnanın ki, dadı möhtəşəm alındı, çox dadlı alındı. Bunu hər kəs etsə, çox bəyənərək, sevərək yeyəcək. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun.